Gəlin bugün maraqlı bir ifadə ilə tanış olaq. Bugünün ifadəsi where does it take us? Yəni bu bizi hara aparır? Biz bundan hara gedirik? Adətən biz şikayətlənəndə bu ifadəni istifadə edirik. Nədənsə narazı olanda istifadə edirik və s. Gəlin bunu nümunələrdə işlədək. I'm not sure about this idea. Where does it take us? Fikirdən əmin deyiləm. Bu bizi hara aparır? Yəni bu ideyadan çox da xoşum gəlmir. Bu bizi hara aparıb çıxardır? Nəticəsi nə olacaq mənasında? We can discuss all we want, but where does it take us? Biz istədiyimiz hər şeyi müzakirə edə bilərik, amma bu bizi hara aparır? Bununla biz hara gedirik? If we keep going like this, where does it take us? Əgər biz belə davam eləsək, bundan hara gedirik? Bu bizi hara aparır? İndi danışıq məşqi zamanıdır. Hansı ki, bir neçə cümlədən ibarət, bir neçə fikirdən ibarət cümlə quraq və danışmağa başlayaq. Həm də həmin o ifadəni orada istifadə edək. Bunun üçün mən sizə bir sual verəcəm. Elə bir situasiya fikirləşin ki, hansı ki, həmin situasiyada siz düşünürsünüz ki, biz bununla heç bir nəticəyə nail ola bilmərik. Bu bizi hara aparır? Hal-hazırki hansısa bir situasiya, hansısa bir vəziyyət, hansısa bir durumdan da danışa bilərsiniz. Hansı ki, düşünürsünüz ki, biz bununla heç bir yerə getmirik. Hara gedirik? Yəni ritorik sual kimi bunu soruşa bilərsiniz fikrinizin daxilində.